Ənfal surəsinin 2, 3, 4-cü ayələrində həqiqi möminin xüsusiyyətləri, həqiqi mömin necə olmalıdır deyə o ayət-i şərifələrdə Allah Teala açıq-aşkar və net olaraq onu vurğulayır. Buyurur Bismillahirrahmanirrahim. İnneməl mu'minun ellezine izâ zukirallah vecilet qulubuhum. Möminlərin xüsusiyyətini sayır. Buyurur ki, həqiqətən möminlər o kəslərdir ki, Allahın adı çəkiləndə onların qəlblərində bir titrəyiş yaranır. Ayədə nə buyurur? İnneməl mu'minun ellezine. Həqiqi möminin ilkin xüsusiyyəti budur ki, İzâ zukirallah vecilet qulubuhum. Allahın adını eşidəndə, Allah adı gələndə onların qəlbi titriyər. İkinci xüsusiyyəti və izâ tuliyet aleyhim âyâtuhu zâdethum îmânən. Elə ki, Allahın ayələri oxundu, Allahın ayələri oxunduğu zaman onların imanları daha da artar. Zâdethum îmânən. Allah'a olan inamları daha da artar. Bu müminin ikinci xüsusiyyətidir. Və alə rabbihim yetevekkelun. Onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Sıxıntıya, dara düşəndə insanlardan yox, onların gözləntisi Allahdan olar.